Salam, coğrafya 8-ci sinif, kiçik summativ qiymətləndirmə nömrə 8 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sual. Dünya ölkələrinin inkişaf səviyyəsinə görə təsnifatı zamanı nəzərə alınan amillər. Deməli 1. Əhalinin hər nəfərinə düşən məhsul. Bəli, bu əsas göstəricilərdən biridir. Faydalı qazıntıların zənginliyi, xeyr, bu əsas vacib faktorlardan biri deyil. Əhalinin həyat səviyyəsi, bəli, bizə lazımdır. Əlverişli iqlim və məhsuldar torpaqlar, xeyr. Şəhərlərin təsnifatı, xeyr, nəzərə alınmır. Xidmət sahələri və emal sənayesinin inkişafı, bəli, nəzərə alınan amillərdən biridir. Yəni, düzgün cavab 1, 3, 6 şəklində olmalıdır. Böyük yeddiliyə daxil olan ölkələri ayırın. Deməli, inkişaf etmiş ölkələri biz bir neçə qrupa bölmüşdük. Bunlardan birincisi böyük yeddilik ölkələri idi. Yəni, dünyanın əsas, ən güclü iqtisadiyyata malik 7 ölkəsi bunlara aiddir. Fransa, Yaponiya, İtaliya, Kanada və bundan əlavə ABŞ, Böyük Britaniya, Almaniya da bu qrupa aiddir. Amma bizə verilən burada 4 dənəsi verilir. Fransa, Yaponiya, İtaliya və Kanada. Üçüncü sual. Ölkələrdən hansılar Qərbi Avropada yerləşir? Niderland, bəli, Qərbi Avropada yerləşir. Monqolistan Mərkəzi Asiyada yerləşir. Norveç Qərbi Avropadır. Ukrayna Şərqi Avropadır. Özbəkistan Mərkəzi Asiyadır. Avstriya, bəli, Qərbi Avropadır. İrlandiya Qərbi Avropadır. Malaziya Cənub-Şərqi Asiyadır. İspaniya, bəli, Qərbi Avropadır. Deməli, burada da cavab 1, 3, 6, 7, 9 şəklində olmalıdır. Köçürülmə kapitalist ölkələrinin fərqləndirici xüsusiyyətidir. Deməli, köçürülmə kapitalist ölkələr əvvəl müstəmləkələr olub, daha sonra bura insanlar köç edərək inkişaf etmiş ölkələrdən bunlar inkişaf etmiş ölkələrə çevriliblər. Xüsusilə Böyük Britaniyanın müstəmləkələri idi, İsraili çıxmaq şərti ilə əlbəttə ki. İnkişaf etmiş kapitalist ölkənin ixtisaslı kadrların inkişaf etmiş kapitalist ölkələrinə ixtisaslı kadrların göndərilməsi. Ölkələrinə yox, ölkələrindən əksində. Bu düzgün cavab deyil. Müstəmləkəçi ölkədən buraya böyük əhali axının olması. Bəli, düzgün cavabdır. ABŞ və Qərbi Avropadan emal müəssisələrinin bura köçürülməsi. Qərbi Avropadan müəyyən emal müəssisələri ola bilər, amma ABŞ-dan bu tam düzgün cavab olmur. İnkişaf etmiş ölkələrdə çox mərkəzli təsərrüfat sistemi yaradılması. Bu aid cavab deyil. Düzdür, inkişaf etmiş ölkələrdə çox mərkəzli təsərrüfat sistemi yaradılıb, amma bu köçürülmə kapitalist ölkənin fərqləndirici xüsusiyyəti deyil. Qərbi Avropa ölkələri ilə eyni inzibati ərazi quruluşunun yaradılması. Xeyr, Qərbi Avropa ölkələri eyni inzibati ərazi quruluşu yaradılmayıb. Məsələn, Böyük Britaniya əsas müstəmləkələri idi. Böyük Britaniya unitardır, amma məsələn Kanada, ABŞ federasiyalardır. Yəni eyni oxşar quruluş yaradılmayıb. Yəni düzgün cavab burada B bəndə olmalıdır. Verilmiş ölkələrdən yeni sənaye ölkələrinə aid olanları seçin. Yəni yeni sənaye ölkələr, yəni sənayenin sürətlə inkişaf etdiyi ölkələrdir. Bunlara Tayland, Malaziya, yəni inkişaf etməkdə olan ölkələrin qrupudur burada bizə verilən. İndoneziya və bu qrupa biz Hindistanı da əlavə eləyə bilərik. Düzdür, Hindistan əslində əsas ölkələr qrupuna aiddir. Amma bəzən Hindistanda bu qrupa əlavə olunur. 1, 2, 8, 9 şəklində qəbul oluna bilər, düzgün cavab. 6-cı sual. İnsan inkişaf indeksinin müəyyən edilməsi zamanı nəzərə alınan amillər. İnsan inkişaf indeksi. Əhalinin təhsil səviyyəsi, bəli, nəzərə alınır. Əhalinin yaş tərkibi. Əhalinin yaş tərkibi nəzərə alınmır. Təsərrüfatda hasilat sənayesi və turizmin payının çox olması nəzərə alınmır. Layiqli yaşayış şəraiti. Bəli, layiqli yaşayış şəraiti nəzərə alınır deyə bilərik biz buna. Orta ömrün uzunluğu, bəli, orta ömrün uzunluğu da nəzərə alınır. Xidmət sahə çalışanların sayı nəzərə alınmır. Yəni, bu düz layiqli yaşayış şəraiti yazılıb. Yəni, əslində, insan inkişaf indeksində ümumdaxili məhsulun adam başına düşən həcmi müəyyən olunur. Amma bu da birbaşa layiqli həyat şəraitinə uyğun gəlir. Yəni, düzgün cavab 2, 4, 1, 4, 5 şəklində olmalıdır. 7-ci sual. İnsan inkişaf indeksinin yüksək göstəricilərinə malik olan ölkələri seçin. Yəni, deməli, bizə yüksək göstəricisi lazımdırsa, inkişaf etmiş ölkələri götürməliyik biz. Bura biz 1 ABŞ, 7 Fransa, 2 Avstraliya və 10 Cənubi Afrika Respublikalarını götürə bilərik.
1, 7, 2, 10. Düzgün cevap oldu. 4. Brezilya, 9. Argentina, Hindistan, Çin, Suudi Arabistan ve Rusya verilir. Bunlar da orta göstericiye malik olan ülkelerdir. Yani yüksek gösterici yalnız bu 4 ülke diyebiliriz bize verilenlerden. Düzdür, Suudi Arabistan'da ümumdaxili məhsul yüksəkdir, amma təhsil səviyyəsi aşağı olduğu üçün biz bunu bu qrupa aid edə bilmirik. Deməli 8-ci sual, inkişaf etməkdə olan ölkələrin təsnifat sxemini hazırlayın. Onlara aid əlamətləri göstərin. Deməli inkişaf etməkdə olan ölkələrin təsnifat sxemi. Deməli inkişaf etməkdə olan ölkələri biz bir neçə qrupa təsnifata bölmüşdük. Burada yer açaq bunun üçün. Deməli, inkişaf etməkdə olan ölkələrin əsas təsnifatları burada verildiyi kimi idi. Kasıb ölkələr, əsas ölkələr, neft ixracdan ölkələr, yeni sənaye ölkələri, keçid dövründə olan ölkələr, sosialist ölkələr, yəni burada keçid dövründə olan ölkələrə aid idi. Yəni kasıb ölkələr ən kasıb ölkələr idi. Bura Bangladeshdə, Əfqanistan kimi kasıb ölkələrə aid idi. Əsas ölkələr, yəni Çin, Hindistan, Brezilya kimi daha güclü ölkələr, neft ixracdan ölkələr, İran körfəzi ölkələri, Suudi Arabistan, Küveyt, Qətər kimi ölkələrə aiddir. Yeni sənaye ölkələrini bayaq biz saymışdıq. Keçid dövründə olan ölkələr isə MDB ölkələri və sosialist ölkələr və bir də Şərqi Avropanın sosializm quruluşunun yeni dağılan ölkələri misal göstərə bilərik biz bu təsnifata. Sonra 9-cu sual, inkişaf etməkdə olan ölkələri yerləşdiyi regionlar üzrə qruplaşdırın. Deməli, Peru yerləşir Latın Amerikası ölkələrinə aiddir. Peru, Latın Amerikası belə eləyək. Peru, Latın Amerikası, Venezuela da həmçinin Latın Amerikasına aiddir. Kongo Demokratik Respublikası, Afrika, Nigeriya da həmçinin Afrika, Angola da Afrika. Sonra Myanmar, Vietnam, bunlar aiddir Asiyaya. Papua Yeni Gineya bu aiddir Okeaniyaya. Papua Yeni Ginea'yı da burada ataq. Eyni ölkədir. Argentina Latın Amerikasına, Misir Afrikaya, Kamboca Asya, Nauru Okeaniya ve Yemen de Asya. Yani bu şekilde biz bunları gruplaştıra bilərik. İnkişaf etməkdə olan ölkələri bizə verilən. 10-cu sual, keçid dövründə olan ölkələri müəyyən edin. Deməli biz inkişaf etməkdə olan ölkələri təsnifatına bölərkən demişdik, keçid dövründə olan ölkələr var. Bura sosialist ölkələr də aiddir. Yəni indiki sosialist ölkələr bunlar Laosdur, Kubadır, sonra Kore Xalq Demokratik Respublikasıdır. Bir də keçid dövründə olan ölkələr, yəni demişdik ki, əsas MDB ölkələr, yəni müstəqillik sonradan qazanmış ölkələr, həmçinin Şərqi Avropanın sosializm quruluşunun dağıldığı ölkələri göstərə bilərik biz bura. İndi həmin ölkələrə aid olanları seçək. Deməli, keçid dövründə olan ölkələri biz 1. Ukraynanı götürə bilərik, 6. Rusiyanı götürə bilərik, 5. Qazaxistanı götürə bilərik, 3. Özbekistan və Türkmenistan hər ikisinin üzərində yazılıb, hər ikisi də uyğun gəlir. Çin əsasən əsas ölkələr qrupuna aid idi. Bizə inkişaf etməkdə olan ölkələrdən. Sonra ümumiyyətlə İspaniya inkişaf etmiş ölkədir, Almaniya inkişaf etmiş ölkədir, ABŞ inkişaf etmiş ölkədir. Brezilya və Argentina da əsas ölkələr qrupuna aid idi. Bizə burada 1. Ukrayna, 5. Qazaxistan, 3. Özbekistan, Türkmenistan hər ikisinin üzərinə düşür. 6 da Rusiya aiddir keçid dövründə olan ölkələrə.